Məsələ 3. Meymunlar iki yerə bölünərək əylənirdi. Onların 8də 1 hissəsinin kvadratı ağaçlıqda oynaqlaşır, 12'si şən səslərlə havanı doldururdu. Sən də görüm, ağaçlıqda ən çoxu neçə meymun var idi. Tutaq ki, cəmi X meymun var idi. Onların 8də 1 hissəsinin kvadratı oynaqlaşır. Deməli yazıram. 8də 1x kvadratı və 12'si. 12'si də şən səslər çıxardırdı. Üstə gəl şən səslər çıxardan meymunlar və cəmi x meymunu verir. Buradan alıram 64də 1x kvadratı, üstə gəl 12 bərabərdir x-ə. Təlliyin hər iki tərəfini 64'ə vururam. Aldıq x kvadrat, çıxaq 64x, üstə gəl 64 vuraq 12 bərabərdir 0-a. 64, 12, 8, 12, 1, 4, 1, 6. 768. Deməli olacaq x kvadrat minus 64x üstə gəl 768 bərabər 0 çevrilmiş kvadrat əlini alırıq. Buradan x1, 2 bərabərdir. İkinci əmsal cüt olduğundan yarıya bölmə düsturundan istifadə edirəm. 64'ün yarısı 32 plus minus 32'nin kvadratı minus 768. Bu da beraber 32 plus minus 1024. 32'nin kvadratı 1024 çıxaq 768. Bu da beraberdir 32 plus minus kök altında çıxanda verir 256. 256'dan da kök 16 çıxır. 32 plus minus 16. x1 bərabərdir 48. x2 bərabərdir 16. Bizə məsələdə soruşur ki, ən çoxu neçə meymun var idi? Məsələnin şərtini ötüyən iki cavab var, 48 və 16. Ən çox soruşduğundan cavab 48 meymun var idi beşədə.